Hamı yaxşı oldu, Arzu şərti, böhtançı, yalançı oldu. Hamı özünə təmiz oldu. Amma Arzu şərti və böhtançı ara qızışdıran oldu. Mən demədim ki, hamı yaxşıdır, sən pissən. Zaten elə görsəndi. Sən də elə ki, elə görsənməsin də. Mən neynəmişəm ki, Elə kimə ki, nağarmışam ki? Mən hər kəsə inanıram, hər kəsə özüm kimi, ürəyim kimi bilirəm. Mənim arxamdan vurulmaq Elə o pisdir də. O pisdir də. Niyə bilməlisən ki, hər kəs özün kimi? Hər kəs sənin nəyindi ki? Atan idi, doğma Bəli, atan sən idi. şərəfsizsən. Doğma atan idi. 25 il çıxdı, getdi. 25 ildən sonra özün getdin, tapdın, gətirdin. Doğma atan belə səni uşaq özüm vaxtı tapdım. qoyub gedibsə, özün kimi sən hər kəsi niyə bilməlisən Arzu, ki? sən o kadrları deyəndə özün kimi bilmişdin ki, ürək təmizliyin o kadrlarda danışdığınla nə əlaqəsi var? Qızım, aydınlaşdır, mən də başa düşüm. Mən başa düşmədim. Hörmətli Gülnar xanım, şər atmaq, qızıl oğlamaq özü kimi bilmək deməkdir. Amma sonra iradə üzr xahlığını eləyib də sən. İradə xanım,